Salam, bugünkü mövzumuz olacaq xüsusi öyrənmə çətinliyi olan uşaqları tanımaq. Bildiyimiz kimi öyrənmə insanın təlim, təhsil, təcrübə yolu ilə bilik, bacarıq, dəyərlər qazanma prosesidir. Və bu proses bilirik ki, ömür boyu davam edən bir prosesdir. Öyrənmənin uğurlu olması müəllim, valideyn, öyrənmə mühiti, istifadə olunan metod materiallardan asılıdır. Məsələn, bəzi uşaqlar normal zəka səviyyəsinə malik olsa da, oxuma, yazma, hesablama zamanı ciddi çətinliklər yaşayır. Biz bu vəziyyətini adlandırırıq xüsusi öyrənmə çətinliyi. Və xüsusi öyrənmə çətinliyi olan uşaqlara biz tənbəl və yaxud bacarıqsız uşaq deyə bilmərik. Sadəcə məlumatı qəbul, emal etmə baxımından biraz fərqli şəkildə öyrənirlər və buna görə də onları düzgün tanınması, dəstəklənməsi vacibdir. Bəs yaxşı, öyrənmə pozuntusunun əlamətləri nələrdir? Əsasən uşaqlarda bütün əlamətlər eyni anda görünməyə bilər. Çünki hər uşaq fərqli xüsusiyyətlərə, fərqli simptomlara sahibdir. Məsələn, əsas əlamətlər hansılardır? Yaşıdları ilə müqayisədə akademik bacarıqların zəif olması və yaxud təlimatı anlamaqda, yerinə yetirməkdə çətinlik çəkmək, sözləri səhv tələffüz etmək, diqqəti toplamaqda çətinlik çəkmək, tez yorulmaq, fikrinin yayılması, eşitmə, vizual yaddaşın zəif olması, hərf rəqəmləri qarışdırmaq, oxuyarkən heca və hərf adlamaq və yaxud yazının səliqəsiz, anlaşılmaz olması, zaman, məkan anlayışlarını qarışdırmaq, sadə riyazi hesablamalarda çətinlik çəkmək, motorika, əl-göz koordinasiyasında zəifliyin olması. Və bu uşaqlar əsasən düymə bağlamaq və yaxud ayaqqabı bağı bağlama, top tutma kimi gündəlik fəaliyyətlərdə də çətinlik yaşaya bilirlər. Xüsusi öyrənmə çətinliyinin 3 növü var. Disleksiya, disqrafiya, diskalkuliya. Disleksiya oxuma bacarığının pozulmasıdır. Məsələn, uşaqlar hərfləri qarışdırır, sözləri tərs oxuyur və yaxud hecaları deyə bilmir, yəni adlardır. Məsələn, ana hecasında səhvliyə yol verir. Oxuduğunu anlamaqda çətinlik çəkir, sözləri hissələrə ayıra bilmir, yavaş və səhvli oxuyur. Məsələn, deyirəm ki, kitab sözünü oxu. O da deyir ki, kipat və yaxud gibat. Yəni oxuya bilmir və yaxud da deyə bilmirlər. Sonra gəlir disqrafiya. Səliqəsiz yazı bacarığının bir sözlə pozulmasıdır. Səliqəsiz əl yazısı, hərfləri məsələn tərsinə yazmaq, imla səhvlərinin çox olması, qələmi düzgün tuta bilməmək, yazı zamanı hərf əlavə etmək və yaxud unutmaq, cümlə qurmaqda çətinlik çəkmək. Əsasən kiçik motorika zəif olduğu üçün yazı prosesi uşaqlar üçün yorucu ola bilər. Diskalkuliya nədir? Riyazi bacarıqlarla bağlı çətinlikdir. Məsələn, rəqəmləri tanımamaq, toplama çıxmada çətinlik, riyazi simvolları qarışdırmaq, vurma cədvəlini yadda saxlaya bilməmək, saatı öyrənməkdə çətinlik çəkir, hesablama zamanı ancaq barmaqdan istifadə edir. Məsələn, deyək ki, toplama çıxma əməllərini qarışdırır. Bir də var xüsusi öyrənmə çətinliyi olan uşaqlara necə dəstək ola bilərik? İlk öncə səbirli olmaq lazımdır. Çünki uşaqlar tapşırıqları daha gec yerinə yetirir və onlara əlavə vaxt vermək lazımdır. Uşaqları tələsdirmək, əsəbləşmək uşağın özünə inamını azaldacaq. Müqayisə etməmək. Yəni uşağı digər uşaqlarla müqayisə etsək, uşaq özünü bacarıqsız hiss edəcək. Motivasiyanı artırmaq lazımdır. Uşağın kiçik uğurlarını belə qiymətləndirməliyəm. Məsələn, sən bunu bacardın. Çox gözəl yazmısan, afərin, çalışdın. Bu kimi sözlərdən istifadə etməliyəm. Və yaxud güclü tərəflərini aşkara çıxarmalıyam. Yəni, rəsm, musiqi, idman, yaradıcılıq kimi sahələrdə xüsusi istedada sahib ola bilər uşaqlar. Bacarıqlarının fərqinə varmaları uşaqların təbii ki, motivasiyasını artıracaq. Müəllim valideyn əməkdaşlığı olmalıdır. Uşağın inkişafı ilə bağlı birlikdə çalışmalıdırlar. Təhlükəsiz, rahat mühit yaradılmalıdır. Yəni, sinifdə uşaqlar özlərini təhlükəsiz hiss etməlidir. Məsələn, qrup yoldaşlarının onları ələ salması, gülməsi uşağın emosional vəziyyətinə mənfi təsir göstərə bilər və öyrənmə daha da çətinləşər. Sonra effektiv öyrənmək üçün inkişaf etdirilməli bacarıqlar var ki, məsələn, diqqət, yaddaş, vizual və fonoloji qavrama, motorika bacarıqları, koordinasiya bacarıqları və ən əsası sıralama bacarıqları inkişaf edir. Və fərqli öyrənmə kanallarından, öyrənmə yollarından da istifadə edilməlidir. Məsələn, vizual, şəkil və görüntülər uşağın bacarıqlarının
inkişafı, eşitmə, dinləmə ilə, kinestetikdə toxunma, hərəkətlə və buna görə biz məşğələlərimizdə şəkillərdən, fiziki fəaliyyətlərdən, oyunlardan, videolardan, səsləndirmələrdən istifadə etməliyik ki, uşaqlarda öyrənmə tərzi formalaşsın. Yazı və rəng seçiminə diqqət etməliyik. Əsasən uşaqlar, dislektik uşaqlar üçün ən əsası da ağ fon bəzən oxumağı çətinləşdirə bilər. Ona görə açıq rəngli kağızlardan, göz yormayan fonlardan, uyğun kontrastlı yazılardan istifadə edə bilərik. Və bir də toxunaraq öyrənmə var ki, uşaq hərf və rəqəmləri yazmazdan əvvəl barmaqları ilə izləməli, toxunmalı, formanı hiss etməlidir. Bu üsul da təbii ki, uşaqlarda hərf və rəqəmlərin daha yaxşı qavranmasına kömək edəcək. Ümumilikdə xüsusi öyrənmə çətinliyi olan dərsimizi ümumiləşdirsək, yekunlaşdırsaq, qeyd etdik ki, xüsusi öyrənmə çətinliyi uşağın zəif və bacarıqlı olması demək deyil. Sadəcə uşaqlar fərqli şəkildə öyrənir. Əgər biz bu uşaqlara düzgün dəstək göstərsək, təbii ki, uşaqlar da uğurlu nəticələr əldə edə bilər. Müəllim və valideynin burada əsas vəzifəsi nə ola bilər sizcə? Təbii ki, uşağı anlamaq, uşağa sevgi, səbr ilə yanaşmaq, özünü rahat hiss etdiyi bir öyrənmə mühiti yaratmalıyıq. Bu qədər əziz müəllimlər, bu da oldu bizim xüsusi öyrənmə çətinliyi olan uşaqları tanımaq mövzumuz.